Zəbur 108-ci məzmur. Bir ilahi, Davudun məzmuru. Ey Allahım, qəlbim sənə möhkəm bağlanıb. Qoy bütün varlığımla ilahi oxuyum, səni tərənnüm eləyim. Ey lira və çəng, oyan, qoy səhərə oyadım. Ya Rəbb, xalqlar arasında sənə şükür eləyəcəyəm. Ümmətlər arasında səni tərənnüm eləyəcəyəm. Məhəbbətin böyükdür, göylərdən ucadır. Sədaqətin buludlara çatır. Ey Allah, göylər üzərində ucal, ehtişamın bütün yer üzərində olsun. Sevdiyin insanların xilas olması üçün sağ əlindən bizi qutar, mənə cavab ver. Allah öz müqəddəs məskənindən belə söylədi. Şəkemi sevinclə bölüşdürəcəyəm. Suqqot dərəsini böləcəyəm. Gilead torpağı mənimdir. Menaşşe torpağı mənimdir. Efraim başımın dəbilqəsidir. Yahuda mənim əsamdır. Muav yummaq üçün ləyənimdir. Çarığımı ataraq Edomu tutacağam. Zəfər harayını Filişdə salacağam. Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər? Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan? Düşmənin qarşısında bizə imdad elə, çünki insanın köməyi puşdur. Allahın köməyi ilə şücaət göstərəcəyik. O, düşmənlərimizi tapdalayacaq.